məktəb vaxtında elədiyim ən önəmli və ən böyük səhvim bu idi. 2020-ci ilin ən şanssız tələbələrindən biri idim. Kəşk məni də o vaxtlar doğru yönləndirən biri olardı. Həmin dövrlər bunu dəhşət çox istəyirdim və çox önəmli olduğunu düşünürdüm. Çox oxuyun, çox çalışın, həyatınızı da ertələməyin. Lazım gəlsə gecə yatmalı olduğun saatdan 2 saat gec yat, amma o doğum gününü qeyd elə. Könül rahatlığı ilə deyin ki, əlimdən gələn ən yaxşısını eləyirəm. Xüsusilə də 11-ci siniflər mənim elədiyim səhvi eləməyin. Yaxşı olmadığımız mövzular imtahanda qarşımıza çıxır. O sual dəfələrlə də qarşınıza çıxsa, siz o suala dəfələrlə səhv yazacaqsınız. Hazırda sizi narahat edən problemləriniz varsa, əmin ola bilərsiniz ki, o pis günlər keçir. Hər kəsə salamlar dostlar. Mən Fidan. Bugün sizin üçün çox qəşəng yeni bir video ilə gəlmişəm. Bugünkü videomuzun mövzusu 11-ci siniflərə məsləhətlər olacaq. Videoya keçmədən öncə istəyirəm ki, qısaca bir özüm haqqında da məlumat verim. Çünki mənim izləyici kütləm çox fərqli yerlərdən gəlir. Hər videom məlumat xarakterli olduğu üçün izləyici kütləm də çox fərqli olur. Hazırda 23 yaşım var. İqtisad Universiteti maliyyə ixtisasından məzun olmuşam. 2020-ci ildə isə məktəbdən məzun olmuşam. İndi isə istəyirəm ki, bugün 11-ci siniflərə məsləhətlər videosu çəkək. Amma videoya başlamadan öncə, bəli, sizin də təxmin elədiyiniz kimi 2020-ci ilin ən şanssız tələbələrindən biri idim. Çünki həmin ildə 11-ci sinif idim və istər buraxılış, istərsiz qəbul imtahanımız kifayət qədər gecikmişdi. Buraxılış imtahanımız iyulda olmuşdu, qəbul imtahanımız isə avqustda olmuşdu. Hər nəysə, bu mövzunu keçək. Mənim üçün çox ağrılı, sancılı günlər idi. Amma çox şükür ki, bitdi. Yəni, hər pis günün ardında çox qəşəng günlər də var. Ona görə də ki, sizin də əgər hazırda sizi narahat edən problemləriniz varsa, narahat olmayın, əmin ola bilərsiniz ki, o pis günlər keçir, yerdə qalır. Birazcık kamu spotumuzu da keçdikdən sonra videomuza başlaya bilərik. İlk olaraq məsləhətim sizə olacaq ki, müəllim dəyişimi ilə bağlı məsləhətimdir. Əgər müəlliminizdən razı deyilsinizsə, metodikasını bəyənmirsinizsə, yaxud da ki, müəllimin tələbələrinin sayı da çox ola bilər, ona görə də sizə yetər qədər vaxt ayıra bilməyə bilər. Əgər bu kimi problemləriniz varsa və həqiqətən müəllimi dəyişəndə problemin həll olacağını düşünürsünüzsə, müəllimi dəyişin deyərdim. Düzdür, hazırda noyabrın sonudur. Amma olsun, yenə də gec deyil, hələ aylarla gedəcəksiniz hazırlıqlara. Ona görə də mən sizə çox əminliklə deyərdim ki, müəlliminizi əgər problem varsa dəyişin. Çünki həqiqətən bəzən təkcə problem müəllimlə sənin uyuşmamazlığın olur. Yəni çox daha fərqli müəllimlə çox daha yaxşı nəticələr əldə edə bilirsiniz. İkinci olaraq sizə verə biləcəyim ən önəmli məsləhət isə o olardı ki, qırmızı attestat uğruna rus, alman, fransız yaxud da başqa hansısa bir xarici dildən imtahan verməməyiniz olardı. Təbii ki, burada ingiliscədən söhbət getmir. Mənim də məktəb vaxtında elədiyim ən önəmli və ən böyük səhvim bu idi. Kəşk məni də o vaxtlar doğru yönləndirən biri olardı və bu səhvi eləməzdim. Qısaca belə izah edeyim ki, mənim əsas xarici dilim rus dili idi və qırmızı attestat almalıyam. Həmin dövrlər bunu dəhşət çox istəyirdim və çox önəmli olduğunu düşünürdüm. Ona görə də rus dilindən, xarici dildən imtahan verdim. Fikirləşdim ki, həm rus dilindən, həm də ingilis dilindən hazırlıqlara getsəm, mənim hazırlıq yüküm artmış olacaq, boş olacaq. Ondan sonra rus dilinə imtahan verim, qırmızı attestatımı da ala bilim. Çünki bilirsiniz də, qırmızı attestat ala bilmək üçün buraxılış fənni, əsas xarici diliniz hansıdırsa ondan imtahan verməlisiniz. Nəysə, qısacası mən də özümü əziyyətə salmadım və ona görə də getdim sadəcə rus dilindən hazırlaşdım. Sırf bunun nəticəsində də mən tədrisli ingiliscə olan ixtisaslar yaza bilmirdim. İngilis dili belədir ki, bütün dünyada artıq istifadə olunur, qlobal dildir. Hər biriniz gələcək ingilis dilini öyrənmək istəyəcəksiniz. İstər xaricə getmək üçün olacaq, istər iş üçün olacaq, istərsə də sadəcə öz şəxsi inkişafınız üçün olacaq. Ona görə də məktəb vaxtından ingilis dilini öyrənməyiniz və xarici dil olaraq ingilis dilinə imtahan verməyiniz həqiqətən sizin üçün çox faydalı olar. Qısacası mənim elədiyim səhvi eləməyin, qırmızı attestat uğruna ingilis dilindən imtina eləməyin deyərdim. Daha sonra isə sizə verə biləcəyim bir digər məsləhəti olardı ki, səhv yazdığınız sualların həllərinə, yəni daha doğrusu doğru cavabın nə olduğunu mütləq şəkildə qayıdıb baxın və o səhvlərinizi mütləq şəkildə həllərinə baxın. Əslində bu 9 və 10-cu siniflərdə də məsləhətim olardı, amma xüsusilə də 11-ci siniflər, çünki artıq sizin çox az vaxtınız qalır və səhvə yol verməməlisiniz. Ona görə də bütün səhv suallarınızı mütləq şəkildə geri qayıdıb baxın, lazım gəlsə onlara dəqiqələrlə vaxt ayırıb, amma o sualın həllini anlamağa çalışın. Çünki siz o sualın həllini anlamazsınız, o sual dəfələrlə də qarşınıza çıxsa, siz o suala dəfələrlə səhv yazacaqsınız. Hətta belə bir şey var ki, məncə bunu hər kəs əmindir ki, yaxşı olmadığımız mövzular necəsə olur, gəlir o imtahanda qarşımıza çıxır. Ona görə də deyərdim ki, yaxşı olmadığımız mövzularınızı daha da yaxşılaşdırmaq üçün çalışın və səhv suallarınıza mütləq şəkildə baxın.
Bir də sizə verə biləcəyim bir digər ən önəmli məsləhət o olardı ki, çoxlu sınaq imtahanlarına gedin. Həqiqətən sınaq imtahanına getmək çox yaxşıdır. Xüsusilə də imtahanda özünü itirənlər, nə edəcəyini bilməyənlər, vaxtını idarə edə bilməyənlər, yaxud da ki, bütün hər şeyini, bildiyini hər şeyi unudanlar. Yəni siz mütləq şəkildə sınaq imtahanlarına çoxlu getməlisiniz. Yaxud da deməyin ki, ay mən zəif bilirəm, evdəkilər biləcək, balım az olacaq, az gələcək falan mənə nəsə deyəcəklər. Bunları qətiyyən düşünməyin. Sadəcə çoxlu sınaq imtahanına girin. Çoxlu sınaq imtahanına girəndə həm o imtahan prosesinə, həm necə deyim, yəni vaxtla yarışmağa, bunların hamısına çox alışırsınız və artıq o əsas imtahanda sizin üçün bir növ adiləşir. Amma onu adiləşdirməyin. Yenə də mənim burada elədiyim bəzi səhvlər var idi. Siz mənim elədiyim səhvləri eləməyin deyə sizin üçün bu videoları çəkirəm. Əsas imtahanda bir yazdığınızı 5 dəfə yoxlayın, onu deyərdim sizə. Amma qısacası deyə bilərəm ki, çoxlu imtahanlara gedin. Bu həm sizin özünüzə məsuliyyət və disiplin yaratmağınıza səbəb olacaq. Çünki fikirləşəcəksiniz ki, sınaq imtahanına gedirəm, oxuyum ki, yaxşı bilim, imtahanda qabağıma çıxa bilər, ya da ki, nəticəmi artırma ola bilər. Yəni qısacası sınaq imtahanlarına girin dostlar. Həqiqətən çox faydalıdır. Bilmədiyinizi də öyrənirsiniz, yaxud da yeni fərqli sual tipləri görürsünüz. Bu çox önəmlidir. Daha sonra dostlar sizə verə biləcəyim bir digər önəmli məsləhət isə olardı ki, həqiqətən imtahanlara çox ciddi şəkildə hazırlaşın və imtahanı çox ciddiyə alın. Çünki belə deyim də sizə, o imtahan, o buraxılış imtahanı, qəbul imtahanı sizin həyatınızın ən önəmli imtahanı olmasa da, hətta bəlkə də orada məsələn hansı ixtisası qəbul olacaqsınız, həyatınızın sonuna qədər o ixtisas üzrə işləməsəz belə, sizin ətraf mühit qazanmağınıza belə çox kömək olacaq. Ona görə də ki, qətiyyən öz üzərinizdə işləməyi dayandırmayın və daha da ciddi olun. Sonuncu olaraq verə biləcəyim məsləhət isə budur ki, dostlar, həqiqətən çox oxuyun, çox çalışın, əlinizdən gələn ən yaxşısını edin. Gecə başınızı yastığa qoyanda deyin ki, yəni könül rahatlığı ilə deyin ki, həqiqətən yəni mən əlimdən gələn ən yaxşısını eləyirəm. Amma bunu eləyəndə həyatınızı da ertələməyin deyərdim. Bu mənim məktəb vaxtında çox elədiyim şey idi. Mən ümumiyyətlə həmişə durmadan bir şeyləri qurban vermişəm. Məsələn, hazırlıq dövründə doğum günlərimi belə qeyd eləmirdim ki, mən hazırlaşıram, buna vaxtım yoxdur, sabahki hazırlıqlarımı necə çatdıracam, dərsimi necə çatdıracam və s. Amma əmin olun ki, o dərs necəsə çatdırılır da. Yəni çatdırmaq istəyəndə necəsə olursan, çatdırırsan. Lazım gəlsə gecə yatmalı olduğun saatdan 2 saat gec yat, amma o doğum gününü qeyd elə. Çünki artıq belə olanda həyatın tamamilə imtahandan və dərsdən ibarət olur. Ona görə də son nəticə olaraq istədiyin o nəticəni əldə eləməyəndə həyatının ən bərbad hadisəsi baş veribmiş kimi hiss edirsən. Yəni düşünün ki, o 17 yaşınız, 18 yaşınız, 16 yaşınız heç vaxt geri gəlməyəcək. Ona görə də hər günü çox dolu-dolu yaşamaya çalışın. Lazım gəlsə bayramınızı da qeyd eləyin, doğum gününüzü də qeyd eləyin. Dostlarınızla gəzin, əylənin. Amma sosial şəbəkələrdə qətiyyən çox vaxt keçirməyin. Onu deyərdim sizə. Hətta mənim 11-ci sinifdə sosial şəbəkələrim, yəni Instagram və s. yox idi və mən heç əskiliyini yaşamırdım. Ona görə də sizə bir digər məsləhətim də olardı ki, əgər sosial şəbəkələriniz varsa, bir müddətlik telefondan silin. Həm sosial şəbəkə detoks olmuş olar sizin üçün, həm fokusunuzu artdırmanıza səbəb olar, həm də daha çox dərs çalışmanıza səbəb ola bilər. Nəysə, məndən bu qədər. Ümid edirəm ki, videomu bəyəndiniz. Daha çox belə videoların gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarıma like atmağı və aşağıda rəylər yazmağınızı unutmayın. 11-ci sinif imtahanlarında indidən hər birinizə uğurlar diləyirəm. Amma əslində buraxılış imtahanı və qəbul imtahanı ilə bağlı da video çəkməyi planlayıram. Məndən bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Bye bye.